Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Ömrünü vətən yoluna qoyan, uşaqlığını döyüşlərdə keçirdən bu canlı qəhrəmanımız, bilirsiniz ki, bugünkü vəziyyəti nə vəziyyətdədir, yəni evi yoxdur, taksi sürür, hamının bundan xəbəri var. Yəni bir kampaniya başlatdım ki, o da hardan yarandı, o paylaşdığım videoların altında yazılan şərhlərdən qaynaqlanaraq bir kampaniya başlatdıq ki, demişdi ki, kiraya qalıram, ona görə bir kampaniya başlatdıq ki, qardaşımıza ev alaq. İlk öncə mən düşünürdüm, şəxsən özüm düşünürdüm ki, hamımız birləşəcəyik, yumruq olacaq, 10 milyon əhalimiz toplaşacaq. Çox qısa zamanda qardaşımıza bir 45-50 min manatlıq ev alıb öz evinə köçürdəcəyini düşündüm. Amma elə olmadı. Çox təəssüf olsun ki, elə olmadı. Yəni neçə gün canlılar atılsın gözünün qabağında, 7-8 gün. 7-8 gün ərzində cəmi 4910 manat pul yığıldı. Bu pulu göndərən izləyicilərimiz çox sağ olun, var olasınız. Allah inşallah əvəzin versin. Amma görüb keçənlər də çox oldu. Yəni milyonlarca video izləndi. Yəni canlılarımızda yetərincə insanlar gəldi, getdi, amma biganə yanaşdıq, kömək olmadıq. Və mən də qərara gəldim ki, yəni hər gün canlı açıb 250-300 manat yığmaq, yəni qəhrəmanımıza yaraşmaz. 13 yaşında heç bir təmənna güdmədən, yəni ürəyi vətən əsrəti ilə döyünən bir qardaşımız gedib uşaqlığını, 3 il, 3 ay uşaqlığını müharibədə yaşayan bir adam üçün, yəni hər gün durub canlı açıb, yəni 150-200 manat yığmaq bizə yaraşmaz. Onun üçün də yəni mən canlıları dayandırdım. Və onu demək istəyirəm ki, dəyərli izləyicilərimiz, indi bu videonu izləyəcəksiniz. Dəstək olmaq istəyən kim varsa, mən bir dənə hesab takip edirəm. O da Rahib Şərifovun öz hesabıdır. Onun da açıqlama bölməsində, biosunda hesab nömrəsi qeyd olunub. Öz adınadır, rast yazılır. O hesaba girib dəstək ola bilərsiniz. İndi mən bu məbləği verəcəm Rahib qardaşımıza. Rahib qardaşımızda qalacaq. İnşallah bunun üstü düzələrsə, bir evin pulu düzələrsə, o evin pulu düzəlmək üçün də yenə mən əlimdən gələni eləyəcəm təbii ki. Düzələrsə, inşallah girib qardaşımıza xudmani bir dənə ev alarıq, öz evində yaşayar, yəni bir xalq olaraq, millət olaraq.